Konuşma galiba. Sizi de kanınıza belanı. Babamı öldürmek istedim. Ne bak? Vallahi görürüm. Paris'te seçilmiş kaç kadın? Şampiyonları 5 bin dolarlık alışlarına yaklaşık. 2025-ci il aprelin 7-sində Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər Parkında üzərində çoxsaylı bıçaq xəsarətləri ilə 1986-cı il təvəllüdlü Sevinc Məhərrəmovanın meyidinin aşkar edilməsi barədə 32-ci polis bölməsindən Suraxanı rayon prokurorluğuna məlumat daxil olub. İnsanların gözü qarşısında amansız cinayəti törədən Natiq Məhərrəmov hadisə yerində polis əməkdaşlarına təslim olub. İş üzrə dindirilmiş Məhərrəmov bildirib ki, mələklər arvadının ona xəyanət etdiyini söyləyiblər. Buna görə də o qadını öldürüb. 2025-ci il aprelin 7-sində Suraxanı rayon 32-ci polis bölməsində tərtib olunan raporta əsasən saat 19:25-də 102 mərkəzinə zəng edən vətəndaş Ramal Manafov bir kişinin qadını bıçaqlaması və təcili tibbi yardım briqadasını çağırmağa imkan verməməsi barədə məlumat verib. Baxış keçirilməsi protokolundan görünüb ki, hadisə Qaraçuxur qəsəbəsində polis bölməsinin qarşısında yerləşən Neftçilər Parkında baş verib. Parkın sol tərəfində yerdə Quba rayonunda qeydiyyatda olan 1986-cı il təvəllüdlü Sevinc Məhərrəmovanın meyidi, ətrafında qan ləkələri və cinayətin aləti olan bıçaq aşkar edilib. Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Sevinc Məhərrəmovanın ölümünə ürəyin və ağciyərin zədələnməsindən baş vermiş kəskin daxili qan itirmə səbəb olub. İstintaqla müəyyən edilib ki, Natiq Məhərrəmov arvadı Sevinc Məhərrəmovanın hər hansı sübut olmadan dünyaya gətirdiyi övladını başqa kişidən olmasını güman edərək onu öldürmək qərarına gəlib. Aprelin 7-si saat 18 radələrində Qaraçuxur qəsəbəsində yaşadığı evin mətbəxindən götürdüyü məişət təyinatlı bıçağı şalvarına qoyub, yoldaşına hava almaq bəhanəsi ilə Neftçilər Parkına getməyi təklif edib. Oturacaqda özündən sağ tərəfdə yerləşmiş Sevinc Məhərrəmovaya ilk zərbələri vuran kimi qadın qışqıraraq qaçmağa çalışıb. Amma Natiq Məhərrəmov çatıb onu yerə yıxıb və cinayətkar niyyətini başa çatdırmaqdan ötürü yalvarışlarına məhəl qoymadan müstəsna dərəcədə rəhimsizliklə yoldaşının bədəninin müxtəlif nahiyələrinə ümumilikdə bıçaqla 21 dəfə zərbə vurub. Bu hərəkəti ilə Natiq Məhərrəmov zərər çəkmişi qəsdən həyatdan məhrum edib. Və iş üzrə 07 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş İstintaq hərəkəti zamanı bir sıra hadisə ilə əlaqədar suallar veriləcək və dəqiqləşdirmə məqsədindən hadisə ilə gedəcək. Siz hadisə yerində baş vermiş hadisəni təfərrüatlı şəkildə göstərə biləcəksiniz. Necə baş verib? İnşallah çalışırıq. İlkin olaraq hadisə haqqında nə deyə bilərdiniz? Vurmuşam, peşman deyil. Peşman deyirsiniz. Siz arvadınız Məhərrəmova Sevinc Tofiq qızını 7 aprel 2025-ci il tarixdə Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər Parkında üzərinizdə nə vurdunuz? Mətbəx bıçağı götürmüş. Sualım belədir ki, siz bu yeri, məkanı nəyə görə buranı seçdiniz ki, bu qətl hadisəsini orada törədəsiniz? Bu cəmaata dərs olsun. Nə dərs olsun ki, normal. Yəni, namaz qılıb ibadət edilənlərə belə işlərlə məşğul olmaq. Kütləvilik yanılsında ictimai yerdə ictimaiyyətin qarşısında göz qabağında. O əməli törədən zaman belə deyim də, hiss edirdiniz ki, ətraflı insanlar yığışıb, müəyyən bir kütlə var. Var idi elə bir şey. Var idi. İnsanlar yığışmışdı. O vuranda. Tanımadığım adamlar var qardaş. Römrüsün yanınızda dayanmışdı, kim tanımadığınız adamlar. Sizə baxırdılar? Yox, baxırdılar, bir ikisi də istədi mani olsun. Gətirdim bura. Bu oturacaqda əyləşdiniz? Bəli. Yan bayan? Bəli. Əyləşiniz əmi qıldınız? Belə əyləşdik, mənim sağ tərəfimə çıxartdım. Son sözünüz nə oldu ona? İlk ana dedim ki, sən mənim başıma çox vurursun. Birincini otura vəziyyətdə. İkincini vuranda baxdım ayağa, dirəndi bıçaq, üzərimi kəsdi.
Əlimi kəsdim. Gördüm ki, bıçağı tuta bilmirəm. Qətərlər kəsilib, ona qapqalanır. Və bıçağı ötürdüm bu bıçaqla. Sağ əlimə. Sağ əlimə ötürdüm ki, bununla vurur. Sağ əlim də kəsildi. Bu da kəsildi. Bu momentdə, bu sağ əlimə ötürəndə, bu üsbət elədi, durub getməyə. Getdi, bir xeylə bura kimi gəldi, mən də dalınca sağ əlimə. Yıxıldı bura. Çəkin cəmi tutulmuşsa. Qanizlər. Və burada da vurmuşam. Burada da bir neçə dəfə vurdu. Burada da bir 3 dəfə, 4 dəfə vurmuşam. Bu zaman ətrafda insanlar toplaşmış. Bayağı, bəli. Var idi, burada insanlar var idi. Həmin buşlan Oradayım. uzanmışdı. Bəli, o uzanmışdı. O açdım, təzən qalxdım ora. Çünki əlin kəsilmişdi. Əlim kəsilmişdən də onun qanı da elə bir tərkibə düşmüşdü. Elə o qanın əlimdən girmək istədim. Keçmiş arvadınız Sevinç Məhrəmova qanını əlinizdən təmizləmək istədi. Əlimi yudum, bıçağı atdım, əlimi yudum, sonra gəldim burada. Qarşı oturacaqda əyləşdiniz, nə məqsədlə müşahidə etmək üçün? Bəli, baxdım ki, Necə ölür, can verir, o məqsədlə əyləşib baxırdınız. Bir də polisi gözləyirdiniz. Bu zaman ətrafa xeyli sayda insanlar toplaşmış. toplaşdı və polis var. Aydın. Qalxar cəhələ Həmin günü bir sözdə yazsın. Mən özüm ölməli idim. Həmin günü. Niyə ölməli idim? Əcəlim gəlmişdi. Mən həmin günü hətta bunu mən nə vaxt bu qadını, nə vaxt öldürəcəyimi bilmirdim. Kim bilər ki, sabah nə olacaq? Məhkəmə iclasında Natiq Məhrəmov bildirib ki, Sevinclə 2009-cu ildə evlənib, 2012-ci ildə birinci övladları dünyaya gəlib. Əvvəllər ən sayılı hərbi hissədə zabit olub, son illər fərdi qaydada usta işləyib. O bildirib ki, dəlil deyil, bütün hadisələrin üstünün açılmasında ona mələklər kömək edib. Mələklər ona seçilmiş şəxs olduğunu, yoldaşının ona xəyanət etdiyini deyiblər. Elnur və Ceyhun adlı şəxslərlə uşaqlıqdan bir məhəllədə böyüyüblər. Sevincin ona xəyanət etməsinə dair heç bir sübutu yoxdur. 2023-cü ildə böyüdükcə kişi oğlunun ona oxşamadığını görüb. Yəni bunu da deyim sizə, mən dəli deyim. İndi deyəcəklərim biraz çətin də olsa, inanmaq. Yəni mən dəli deyim. Mənə deyilmişdi ki, sən seçilmişsin. Yəni seçiləndəsən. Mələklər nə dedi sənə? Cənnətlədən. Mətləbə gəlin də deyirdi ki, bu qadın sizi ağladı, sizin başınıza oyun açanlar var. Ceyhun adlı şəhər, Elnur adlı, ikisi də mənim uşağım dostumdur. Elnur adlı şəxsi etdiyi, yəni bunların olduğu münasibətdən şantaj edib, məni əzmək üçün. Yəni mən bilmirəm, bunları neyləmişdim. Bunları mənə görən gözüm olmuş uşağım. Bunlar hamısı mənə aydın deyilirdi. Mələklər deyirdi. Bəli, göstərilirdi. Sonra? Xahiş edirəm, deyin ki, müdafiə. Nə danışır, neyinə qulaq olsun? Mələk nədir, hamıya mələk kimdir olur? Yaxşı, sən də qulaq as da görmədin. Qulaq as görmədin. Sübut var, Əsas məsələ Səbir ol, imkanlı sübutda Allahın izindən. Siz yerdən müdafiə edirsiniz. Göstərdi sifarəsiniz. kişiliyin olsun. Axırıncı dəfə ki, mən artıq bunların hamısını bilərlər, namaz qılırdı, soruşdum ona, gözlədim namazını qıldı və axırda soruşdum ki, sən necə baxırsan da bir namaz qılan qadın, amma pozğunluqla məşğul olur. Mənə cavabı oldu ki, elə bir insan ola bilməz, qadın ola bilməz. Dedim, əgər varsa, sənin fikrini öyrənmək istəyirəm. Və mən o cavabı aldım ondan. O agresiv cəhətdən, yəni belə qayıtdı dedi ki, əgər o qadını bəlkə maşında zorlayırlarsa, onda necə? Mən də dedim ki, birincisi biz hansı devirdə yaşayırıq, kimsə maşında zorlasın. O qadının, dedim, ola bilər, amma o qadının səhvi olur ki, haradasa, ondan istifadə edib, o qadını o vəziyyətə gətirirlər.
Aydındır. Siz bu dediklərinizi təsdiq edə biləcək kimsə varmı? Gəlsin bir də ifadə versin. Elnur da rəhbətə gedib. Danışıb da bu ağızlarından söhbətin. Danışıb da nə qədər dindiniz? Seçkilərə paylaşsın bunu dediklərini. Komisara paylaşın. Ancaq bu dediklərini nesə ki paylaşır. Pul basıblar bunu, nə ediblər buna? Niyə paylaşırsın sana? Bizim dediklərimizi niyə İcazə paylaşırsın? olan möhtərəm danışırlar. Nə deyəcəksən? Sən əl mələklərdən danışarsan. Vallahi mələkdən sübut yox. Ağlasılmaz şeylərdir. Normal bir şey deyəcəksə deyən bu Bunlar telefon olacaq, vəsadətlərim var da mən. Mən onda deyəcəm vəsadətimdə, deyəcəm haradadır. İcazə verin mən danışım ki, bu izah edə bilirəm. Heç nə izah eləmirsən, yarım saat boş-boş şeylər danışırsın. Boş şeylər deyil, möhtərəm hakim. Yəni mənə deyilmişdi ki, bu ibrət olmalıdır və ictimai yerdə olmalıdır. Kim demişdi onu sənə? Allahım göstərmişdi, mələklər var. Mələklər. Hansı mələk idi? Adı da olur, mələklərin adı var da. Mən çağırıram mələkləri toxuşduracağım. Sən biraz sakit ol. Adını deyə bilərsən mələklər? Mən göstərdim mələksinə. Siz əməkçi var, hər yoldaşınızı aparardı, uşaqlar mı? Sən mən gördü tərəfə, mən sənə... Qulaq asın, prokuror suallarına. Hadi. Sakit. Uşaqlarımız mən aparanda Bir yerdə farklı hadisə var. evdə idi, bir uşağım da həyətdə idi. Siz öldürmək qərarını dediniz ki, ictimai yerdə Sırf mən öldürmək üçün aparmışım. İctimai yerdə aparmalıydınız, düzdürmü? Orada icra eləməliydiniz. Bəli, bir sözün açığı daha doğrusu. Bəli. O parkın arxasında zibil qutuları var. Bizim aydındır. Mən sırf oranı göstərmişlər, mən saldım parkı. Necə oldu? Bax, bıçaq zərbələri. Bıçaq zərbələri, Bəli. mən sonra açığı elə bilirdim 4-5 vurmuşam. Sonra yəni deyildi ki, onu... Hansı nahiyələrdən vurdunuz? Quşaqdan yuxarı. Quşaqdan yox. O... Nədir bu artıq? Tamam. Quşaqdan yuxarı. Müqavimət göstərirdi. Bəli. Sizə müqavimət göstərirdi. Yox, çünki mən ona dedim ki, sən mənim başıma çox oynasınsan, bir kəlmə o sözü dedim və vurdum. Vurdunuz. Bəli, sonra başını kəsmək istəyirdim, əlindən atdı belə, onda deyirsən barmaqları kəsilir. Sənin anın oturub yanında, bir mədəniyyətin qabiliyyəti olsun qulaq asın. Yaxşı, sakit olun. Əyləşin. Nə qədər dözəksən? Gic-gic hərəkətlər var. Kimdir o kişi? O mənim böyük qardaşımdır. Sakit olsun da. Yox, siz o insanın... Sakit olun. Yoxsa hamısı çıxardacam çölə. Deməli, o şahid görmüşdü də sizi. Olmayıb da orada, mən sizə Bəs deyirəm. kimlər oldu? Orada yaşlı bir kişi olur, Aha. yaşlı, asakal kişi idi. Bəli. İki... Görürdü o gözünün qabağında. Bəli, hətta o yaxınlaşdı kömək etmək. Kömək eləməyə. Siz nə dediniz yaxşı? Qadın deyəndə bunun adı var da. Yoldaşın adı nə idi? Sevinç. Sevinç. Yıxdım, yıxıldım və mən özüm də yıxıldım. Duranda gördüm, kimsə yaxınlaşdı, sonradan bildim ki, həmin kişidir. O kişi yaxınlaşanda bıçağı belə çəkdim ki, yəni çəkib qırağa da səni idi. Və o çəkildi. Orada kimsə qada zəng edir, təcili tibbi yardıma zəng eləmək istəyir. O kişi olub hələ. O kişi olub. Bəli. Və sən onu qoymayıbsan orada. Bəli, mən demişəm ki, ehtiyac yox. Qoymadın zəng. Bəli, çünki o qadın ölməli. Sizə yalvarırdı və ya xahiş edirdi ki, özü Mən bir kəlmə ola bilsin, mən yəni yalancı çıxaram. Yəni o vəziyyətdə mən bəsli sözünü eşitdim. Bəsdir. Mən aralaşdım bəsli deyəndən sonra. Bəs deyəndən sonra. Aralaşdım. Hansı nahiyə vurdunuz axırıncı bıçağı? Axırıncı bıçağı boğazına vurmuş. Boğazına vurdunuz. Bəli. Natiq, bir də sizin mərhum həyat yoldaşınız, Sevinç müəllim, bununla bağlı konkret sizə xəyanət etməsi ilə bağlı sübutunuz var idi, yəni kimləsə tutmuşsunuz, bir xəyanət edilməsi ilə bağlı konkret. Yox, yəni mən yalan neyəm? Başqa sual. Buyurun, nə sual varsa. Ay Natiq, keç mənlə, bununla bağlı sən mələklərlə. Deyir, sübut yoxdur. Mən sənə deyəcəm. Sübut yoxsa nə kişilikdən naşib olur? Kişi şəxs öldürər, gedər... Sənə çıxışsın söz verməmişəm. Sualım varsa ver, yoxsa şikayəti geri götürüb çıxıb gedəcəm. Sübut qoysun mənə qabağıma. Yaxşıdan, nə sübutu var, bu da alə deyir də. Başqa sübutu yoxdur. Nəticə deyir. Sübut yoxsa kişilikdən naşib olur. Kişi sənin sübutu qoy qabağıma.
Kişilik sübut. Bu tutarsınız nasıl olur? Buyurun. Başa düşdün? Sualınız var. Sən sübut ol. Mən də sənə çıxım gedim buradan. Evlunla bağlı. Başa düşdün Bu hə? hardan yaranıb səndə? Subut adamdan soruş gələcək. 3 il bundan qabaq Hə, ondan sonra. ittiham haqqında da göstərilib ki, siz bildirmişsiniz ki, belə bir şey var. Bəli. Amma Evlunla bağlı konkret şübhələr, təsdiq edən nə var səndə? Nə deyə bilərsən? Sən cavab ver bir dənə. Cavab ver, Evlunla bağlı şübhələr sonda nədə yaranıb səndə? Ən sonda necə bir 2013-cü ildə yarandı və bu tez-tez məndən yerini soruşurdu, mən artıq şübhələndim, bilirəm ki, nəsə burada durub deyil. Və bu şübhələrlə 2015-ci ildə mən bu Elnuru öldürmək istədim, bıçaq çıxartdım. Nəysə, 2023-cü ildə balaca oğlum Əziz adlı şəxs. qulaq asalım. Özümdən deməli oğlum. Mənə oğlum deyirdi ki, özümdən. Denizən aziz çıxdı, sox boyu bir yerə sənin oğlumdur. Öl də. Şərəfsiz çıxarın da buradan. Sən çox boy oğlu. Sən rahat olanlar. Bir çox ayağım. Səni var bu ağama. Sen bilsen mi? Sen söyle. Aklında bunun var. Yine bunu sarı çarşı kadar. Ve 2024-cü ildə mart ayında bu proses başlandı. Mələklər. Və bütün maskalar düşəcək və hamısı... Aydın, cavab aydın. Xahiş eləmişsiniz, bu çəkirlər, ancaq bu epizodları qoyurlar, biabır eləmək üçün bula bilməm deyil. Mən də sizin rəyinizi, prokurorun danışını çəkib qoysunlar o televiziyaya. Hamısı obyektiv olacaq. Xahiş eləmişsiniz. Ona kimi hesab edirəm. O da araşdırırsın. Sübut olmasa məndən inciməsən. Normal, yəni qonşu kimi yaxşı olmuşuq. Yəni uşaqlıq bir fərdimiz olub, bir məktəbdə oxumuşuq. Yəni normal tərtib hörmət olub, yaxşı stol olub. Mən Natiqin həyat yoldaşını bir məktəbdə qalıb, mən ümumiyyətlə görmüşdüm. Yəni mən o gəlini qıraqda görsədim, bilməzdim ki, Natiqin həyat yoldaşı. Görmüşdüm. Yoldaşı necə xarakterizə barəsində hansı məlumatlarınız var yoldaşı? Heç bir. Heç bir məlumat yox. bitirəsən. Mənə bax. Özü səni yaxşı deyir sənin barəndə. Bir dənə pis söz dedi sənin barəndə. Mənlə nəsə eləsən, qədər başını götürün, qaçasın. Mən sənə Yox. Yenə söz demişsiniz mi? Yox. Mən sənə elə söz deyədim. Qulaq arasından sonra bir söz deyil. Söz demə, sual deyil. Ev satmaq olub, düz deyil. Ev satmaq olub, bir ara deyildi ki, evi satılır. Qulaq arasından. Mən də ev alan ərəfədəydim, mən sonra verdim. Burada dedi ki, səhət eləməmişsə, məbləğ də dedi, birinci mərtəbədə yaşayıb. Məbləğ də dedi, o Bəhruz qonşu dediyi də, o əlaqəlidir. Yəni ona yönəltdim ki, gör satırsansa, sonradan fikirlərini dəyişdilər. Yəni ev məsələsi olub, aramızda düz deyil olub. Amma o digər şeylər, mən səhər istəyirəm o sözü necə deyə bilərəm ki? Elə şey deyilərmi ki, mən... Bir dəqiqə. Sualı ver. Çox adamın klişası yarım çıxqalı. Sən bilirsən mən nə bilirsin. Allah bu işi açır, sən qaça bilməyəcəksən. Bildin nə demək istəyirsən? Yox, başa sorun. Vaxtlara baxıyor. Bizə aydın olmadı, sən nə sorun? Mən sizə indi aydın edəcəm izni. Yox, sualı ver, yoxsa ged çıxalım. O Gedəməz, ged. mümkün deyil. Gedin, digər şahidi çıxalım. Gedəməz, cavab. Gedəməz, çox söz. Ged. Amma gələcəksən sən bura. Darıxma. İndi danışın görək həmin gün nə baş verir, nə işləyirsiniz? O deyirəm, axşam tərəfi idi, heç bir məlumatı da yox idi, ki, bir hadisə olub. Bu da səhərsi gün bildik ki, qonşu, belə deyim də, yəni belə bir hadisə görür. Nə hadisə? Yoldaşım bəkləyir. Yaxşı, rəhmətliyin hər hansı bir, deyək ki, qısqanlığa əsas verən hərəkəti görmüşdünüz. Xeyr. Yəni mən elə bir, yəni, qonşu olaraq, indi o qadın, mən kişi, mən bilmirəm, vallahi yox. Nəsə görərsiniz, nəsə işlərsiniz, nəsə bilərsiniz. Və həmin onun ifadəsində görükür ki, yoldaşı da xəyanət eləyib,
konkret adamım deyək də, kimlənsə. Və onun üstünü öldürüb, qısqanıb öldürüb. İndi belə bir xəyanət sizə eşitdiniz. Bu hadisədən sonra eşitmişim. Ne eşitdiniz? Şu əfəndim. Nə dedi? Kimlə dedi? Vallahi heç bir o vaxtda heç bilmirəm. Yəni konkret bir Qardaş qısqanıb öldürüb, mən də bilmişim. yaxşı. Mən icazə verin. Mən gözlərimdən köram. Xəstəxanada yatıram mən. Mənə icazə verin. İcazə verin, ürəyimi sürtün deyirəm. Onun deyirəm də, yəni sən şviçar olmuşsan bu işdə. Bir dəqiqə yəni sən niyə bu normal ifadə verir, sənin xeyri var. Sən niyə pozursan iş? Mənə lazımdır onun xeyri. Çünki elə bu o iştirak. Sonucu yoxdur. İşin içində də xəbəri var. Ceyhandan da xəbəri var, o maşında olan hadisələrdən də, zarlanmadan da xəbəri var. Hər şeydən xəbəri var. Sənə söz vermişəm. Hə, danışmayın. Mən şimdi söz vermişəm, sual verirəm. Sualın varsa ver. O qapını axşamlar açırdı içəridə, həmin o Ceyhun üçün və digər şəxs üçün. O, mən işə gedəndən sonra evimə daxil olmaq. Bax, bu insan. Yəni, bunlar... Bu sualı verir. Bir dəqiqə bu sualı verir. Ərəməm. Sualı verir. Eşitdin nə dedi? Bu işlərin içində bu qadını, Ceyhun adlı şəhər məcbur eləyib, heç yerə çıxa bilmir daxil. Ancaq məktəbə gedir, məktəbə gedir. İndi qulaq asla sualı qoy verir bu adamın. Sualı Xəbəri götürür, var, asla bu geçsin. insanın xəbəri var. And içməyə də... Sənin xəbərin var mı belə bir şeydir? And içilir. Nə dedirsən? Başa düşmədim. Nə, heç mənim belə şeydə xəbərim olmuyor. Bir də, sual vermək istəyir. Allah, belə şeydə heç xəbərim olmuyor. Bir də. Ceyhun nədir? Qaçmaq nədir? Gələcək, hamımız bir ki, Allahın iznində. Bir biz gələcək. Sizə qurban olun. Olur mu ki? Mənim belə şeydən xəbərim olmuyor. Nədən? Qapı açmaq nədir? Ceyhun nədir? Ceyhun, sən nə danışsan? Baba fikir ver ha. Gene baba əmr eləyir, yəni. Qəblə cavab verir. Çox şərəf. Bas, qulaq verək. Sənə sual verdi ki, üzvə dedi ifadə. Dedi ki, qapıyı açmışsan, Ceyhunu bırakmışsan. Olur mu belə şey? Olmaz. Başqa sualın var mı? Var. Bunun nədənsə xəbəri var ki, utanır da soruşur. Abi hadisədən dönəmir. Hansı hadisədən? Ölüm işindən. Ölüm işini üçün öldürür. Yəni adamın əzizini nə üçün öldürür? Sübutun sanışlıq zəmində olmazdan hansı formada gelir soruşurlar ki, buna Sənin xəbərin var. Aynen. Nədən? Sübutun yox. Yaxşı, mübahisə eləməyin. Zərərçəkmiş şəxsin hüquqi varisi Almurad Yunusov ifadəsində göstərib ki, ailə quran vaxtdan Natiq bacısına əzab verib, doğmaları ilə telefonla danışmağa icazə verməyib. Aprelin 7-sində Natiq uydurduğu bəhanə ilə insanların gözləri önündə sevinci vəhşicəsinə öldürüb. Yox, demək istəyirəm, çox da deyir ki, saqqallı kişinin, uşağın 11 yaşı var. Bunu dostlar olanda uşaq bir açıq danışa bilmir. Niyə araşdırırlar ki bunu? Sən bacını maşında zorluyublar, şərəfsiz. Sən var tərəfə olmazsan. Yalancıya da Allah ayalasın versin. Şərəfsiz Allah ayalasın versin. Səni mən çağırdım, baxdı sən mənimlə olur. Sən mənə məsələ deyəbilməzsən. Sübut gətir o qabağıma. Bu qədər kişi kimi gedir yatağa. Kişi kimi gedir yatağa. Sübut koy da. Sübut koy. Sübut koy. Sənin Olan ifadələrini yalan olmuş hesab eləyə bilərik. Mənim qabağıma sübut koy, sübut. Mən çox şey danışıram burada. Mənim qabağıma sübut koy. Mənim qabağıma qoy sübutu, mən şikayətlənmədən çıxıb gedirəm buradan. Qoy mənim qabağıma sübut. sən sübutu mən qabağıma. Aynen yetsin. Allah'ın izniyle. Allah saç, alkaşa bak ya, namaz kılıp indi şey. Kulak asla bana. Sonra diyeceğim ki sana bir daha çekip kabağıma görün. Sonra çekip kabağıma görün, ne oldu çekip değil. Doğumuz deli böyle. İfade vermək istəyirsiniz. Vermək istəyir. Onu ancaq düzünü danışmaq lazım. İş verilib ki, bura ki, sizin oğlunuz gəlinizi öldürüb. Səbəbi barədə nə deyə bilərsiniz? Səbəbi odur ki, şübhə, qısqanclıq, qısqanclıq əsas şübhə. O, yanın odun üstə mənə gəlməyim, su sətmədi, o sətmədi. İndi bir də başqa bir deyəcəyiniz var nəsə? Var. Buyurun. Mən bu barədə onun dəfələr anasını çağırmışam. Anasına demişim ki, qızın özünü deməmişəm yaxşı aparmır, demişim böyük kiçik yeri bilmir, çox yalan danışır. Elə bax, oyunu mənim oğlumun başına açdı.
Amma o vaxta qədər namusdan bilə bilməzsiniz də. Namus məsələsi 2024-cü ildə açıldı. Qısqanclıq nəyin əsasında yaranıb? Bu əsasında yaranıb ki, sizin gəliniz kimlənsə, deyək ki, görüşüb eləyib. Belə ehtimal eləməlidir, ehtimal etsin. İndi siz deyin görün, sizin əlinizdə hər hansı məlumat varmı ki, sizin gəliniz kimlənsə oturub, durub, görüşüb, münasibətləri olub, kişilərdən söhbət edir. Oğlumun dediyini əvvəlcədən dedim ki, oğlum deyim ki, onsuz da mən bu evdən çıxıram. Zibilləri mən atacağım. Sən çıxma, atma. Lazım olsa oğlum da var idi, o da atır. Başqa bir söz söhbət olmuyor. Yəni ona biz qadağa heç cürə qoymamışıq. Bu söz söhbətlər bir anda axırda o öldürüldü. Bu söz söhbətlər olmuyor. O söz söhbətlərdən olmadı ki, axı o söhbət 2024-cü ildə bizim aramızda söhbət oldu. Bir gün mən oğlumu gördüm, nə vəziyyətdədir. Yapışdım ki, ay bala, nə oldu sənə? Xəstəsən, gəl sənə həkim aparaq. Bəli. Qorxurdum, atası xəstə ilə, ağır vəziyyətdə rəhmətə getdi. Dedim ki, Allah rəhməsi, bunda da olar. Dedi, ana, mənim dərdim var içində. Namus söhbəti açılanda özü ata-anasını çağırtırdı, rayondan gəldilər. Gəldilər, mən onu da qeydələmək istəyirəm ki, düzdür, bu söhbət oldu. Amma biz onun qızına toz qondurmadıq, o mənim gəlinim olub, 15 il mənim ocağımın gəlini olub. Biz dedik ki, səhv eləyirsən, belə şey ola bilməz. Mümkün deyil belə şeyin olmağı. Anası ilə də gəldi. Anası ilə dedim mən, dedim, bax, biz sən qızının tərəfini verməmişik. Amma atasına təkliyi də aparıb oğlum, yataq ortağında, hamısı atasına deyil. Mənim bir şey maraqlıdır, onlar niyə qızlarına, ya dərs vermədilər ona, ya götürüb ona aparmadılar. Nə məsələ baş verirdi onda? Niyə aparmadılar? Sən gedəndə xanım yerdə uzanmışdı. Həmin vəziyyətdə vururdu bıçağı. Nə gördüm, belə atır. Harasını? Qolunu atır. O davam edirdi həmən hadisələrdə. Siz deyirsiniz, çatanda da vururdu. 8-9 nəfər görə buna ayrı mağazada hər hansı müdaxilə var idi. 5 gün var, yaxın 5 gün yaxın durmuşdu. Vurdu, nə oldu? Məhərrəmə para geldi. Sağaq deyirə, alıyordum. O anda polislər gəldi. O anda polislər. Kama edib öldürürlər. Mənim bir sual yaranır. Əgər əziz bir adam öz əzizini vurursa, birinci sual nə olur? Nə üçün? Səbəb Aydındır, başqa sual yox. Məhərrəm olun. Başqa sualın var şahidə? Şahidə dostum, sən bilmirsən. Sualın var. Səhv, o sual sən gördüyün. Ona istiqamət vermək lazımdır. Sualın var söyle. Yoxsa qoy geçsin işe yapar. Kompleks məhkəmə psixoloji ekspertizasına rəyinə əsasən Natiq Məhərrəmov anlaqlı hesab edilib. Prokuror Natiq Məhərrəmova 19 il 6 ay cəza təyin edilməsini istəyib. Zərərçəkmiş şəxs Məhərrəmova Sevinç Tofiq qızının üzərində zor tətbiq olması ilə müşahidə edilən qərəzli hərəkətlər etmiş və sonuncu xulqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Hörmətli məhkəmə, elə ki, ona qarşı irəli sürmüş iddiamı, hansı ki, yetirilmiş xəsarətləri birbaşa həm müddəi istintaq qılığında, həm məhkəmə istintaq qılığında özü bildirir ki, yəni burada övladı ilə bağlı olan məsələdir və bunda həmçinin bildirir ki, buna özünün uydurmaları, yəni öz demək olar ki, hər hansı bir faktlara əsaslanmayan, yəni sanki bildirir ki, bunda əsaslı bir şübhələr olub və bu məqsədlə aparıb həyat yoldaşına zərbələr yedirməsini birbaşa və parkin içərisində ictimai yerdə edilməsini birbaşa özü xəsarətlər yetirməsi ilə təsdiq etmişdi ifadələrinə. Cinayət Məcəlləsinin 66.3-cü maddəsi ilə cəzalarını qismən toplamaq yolu ilə Natiq Məhərrəmova qəti olaraq 19 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Yunus yox. Bu var. Qalxana zəhmət olmasa. Prokurorla razısınız? Mən razıyım. Razısınız. Əlavə sözünüz var? Aşağı olan bizası razıyım. Bu söz deyəndə ki, mənim danışdıqlarımı siz inanmadınız, xülqər dedik. Əslində bir başıma gələnlər, biz başqa şey demədik, mələklərlə bağlı olan məsələ. Bəli, bu başıma gələn hadisələr ibrət olmalıdır. Bu, Allaha bir mesajı var. O da siz mənə inanmırsınız, mən daha sözüm yoxdur və heç bir peşmançılığım da yoxdur.
Və demək istəyirəm ki, Allahın izni ilə mən namusumu təmizlədim, sən özün bilərsən. Səni çağırdım, mən namusumu. İstavasından lazım. Başqa sözüm var. Müəyyən edilmişdir ki, deməli, hər iki uşağın atası 99'dan %99%-lə deməli, təqsir edilən şəxs Məhərrəmov Natiq Zakiroğludur. Məhərrəmov Natiq Zakiroğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə verilmiş ümumi tanınan Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xaric edilsin. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini müdafiə mövqeyi kimi dəyərləndirib. Belə ki, Natiq Məhərrəmovun anasından başqa dindirilmiş bütün neytral şahidlər Sevinc Məhərrəmovanı yalnız müsbət cəhətdən xarakterizə və qadının hər hansı başqa şəxslə münasibətdə olmasını təqzib ediblər. Kriminalistik Tədqiqatlar İdarəsindən göndərilən genetik ekspertizanın rəyinə görə Natiq Məhərrəmov 99% ehtimalla övladlarının bioloji atası hesab edilir. Məhkəmə qənaətə gəlib ki, Natiq Məhərrəmova elan edilmiş Cinayət Məcəlləsinin 221.3-cü xuliqanlıq silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə maddəsi ittihamdan xaric edilməlidir. O, Cinayət Məcəlləsinin 120.2.2-ci xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və 120.2.4-cü xüsusi amansızlıqla qəsdən adam öldürmə maddələrinin sanksiyasında qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 2026-cı il yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Natiq Məhərrəmov 17 ilə 6 ay müddətinə azadlıqdan məhrum olunub.